Günlərdir gözlədiyimiz o xəbər gəldi. Azərbaycanı UFC-də təmsil edən Tofiq Musayevin növbəti rəqibi dəqiqləşdi. Bildiyiniz kimi Tofiq Musayevin rəqibi Samuel Sanchez geri çəkilmişdi zədələnməsi səbəbindən və hər birimizə maraqlı idi ki, görəsən Tofiq Musayevin növbəti rəqibi kim olacaq? Artıq bu ada aydınlıq gəlib. Bu idmançı bizə tanış idmançıdır. Çünki digər Azərbaycanlı idmançı ilə qarşılaşıb bir dəfə və nəticə necə olub, ümumiyyətlə bu idmançının döyüş üslubu necədir? Eyni zamanda Tofiq Musayevin bu döyüşdə qələbə qazanma şansları nə qədərdir? Bu barədə fikirlərimi sizlərlə bölüşəcəm. İlk öncə xəbəri sizin nəzərinizə çatdıracağım, amma sizlərdən də ricam odur ki, videonu bəyənin, şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Sizcə Tofiq Musayev bu rəqibi məğlub edə bilərmi? Həmçinin Tofiq üçün uğurlar da arzu edə bilərsiniz, şərhlər bölümündə bunları yaza bilərsiniz və kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun, çünki Azərbaycanın ən böyük MMA kanalını izləyirsiniz. Bəli, UFC döyüşçüsü Tofiq Musayev növbəti döyüşdə Ignacio Bohemendeslə qarşılaşacaq. Döyüş yüngül çəki kateqoriyasında başlayacaq və 28 mart 2026 tarixində Klimate Pletki Arenada Washington şəhərində keçiriləcək. Ignacio Bohemendes bu döyüşdə əvvəlcədən planlaşdırılan Samuel Sanchezin yerinə çıxacaq. Bəli, bir qədər öncə də qeyd etdiyim kimi Samuel Sanchez məhz Tofiq Musayev ilə qarşılaşmalı idi, amma o döyüşdən zədələnmə səbəbi ilə geri çəkildiyi üçün Tofiq Musayevə yeni rəqib verildi və bu ekranda gördüyünüz Ignacio Bohemendesdir, dəyərli dostlar. Və bu idmançı haqqında bir sıra məlumatları sizin nəzərinizə çatdırım. İlk öncə qeyd edim ki, bu idmançı bizə tanış idmançıdır. Belə ki, daha öncə Azərbaycanlı idmançı Rafael Fiziyevlə qarşılaşıb və ən son döyüşü ilə Rafael Fiziyevlə olub. Bu döyüşdə kim qələbə qazanıb? Təbii ki, Rafael Fiziyev qələbə qazanıb, dəyərli dostlar. Və həmin döyüşü yaxından izləmişdim və daha sonra internet resurslarında da dəfələrlə təkrar izlədiyim üçün Rafaelin bu döyüşdə nə qədər ağıllı döyüş apardığını və onun sayəsində qalib gəldiyini gördüm. Həmçinin rəqib idmançının çox təhlükəli idmançı olduğunu sizin nəzərinizə çatdırmalıyam. Niyə təhlükəlidir? Bu barədə danışacağım. İlk öncə onu qeyd edim ki, bu idmançının hal-hazırda 28 yaşı var və boyu 1,91 m-dir. Amma çəkisi 70 kiloqramdan bir qədər artıqdır, dəyərli dostlar. Yəni boyunun uzun olmasına baxmayaraq çəkisi çox azdır. Çilidəndir, Santiago şəhərində doğulub, 16 yaşında Amerikaya gəlib, peşəkar döyüşlə məşğul olmaq üçün, belə deyək, dərindən döyüş növlərini öyrənmək üçün Amerikaya gəlib. Onun atası, qeyd edim ki, kickboks üzrə Amerika çempionudur, yəni bir ailə ənənəsi var. O, həvəskar kickboksçu kimi 36 döyüş keçirib və 35-də qələbə qazanıb və bir heçisi edib, heç vaxt məğlub olmayıb. Bax, belə bir göstəricisi olub. Peşəkar döyüşdə isə 23 döyüş keçirib, 17 qələbəsi var, 6 məğlubiyyəti var. Həmin statistik göstəricilər də ekrana gətirək, dəyərli dostlar. Bütün deməli, burada həmin sizə çatdırdığım məlumatlar yer alıb. Tofiq Musayevin də bu göstəricilərinə nəzər yetirək. Tofiq Musayev 28 döyüş keçirib və 28 döyüşdən 22-sində qələbə qazanıb və 22 qələbədən də 18-də rəqibini nokaut edib. Yalnız 6 döyüşdə rəqibə məğlub olub. Tofiqin boyu kifayət qədər azdır rəqibdən. Qeyd edim ki, Tofiqin boyu 1,75 m-dir, rəqibin boyu 1,91 m-dir. Və Tofiqin çəkisi hal-hazırda 70 kiloqramdan biraz çoxdur. Burada 74 kiloqram göstərir, amma artıq Tofiqin çəkisi hal-hazırda 70 kiloqramdan bir qədər çoxdur, dəyərli dostlar. 70-71 kiloqram arasında dəyişir. Və dəyərli dostlar, gəldi ki, bu idmançı necə bir idmançıdır? Adətən ayaqüstü, döyüşü ayaq üstündə keçirməyə xoşlayır. Güləş demək olar ki, bacarmır bu idmançı. Rafael Fiziyevlə döyüş barəsində bir qədər danışım. Rafael Fiziyev çox ağıllı döyüş apardı və qalib gəldi. Amma çox ani epizodlarda
belə deyək, nokaut ola bilərdi Fiziyev. Çünki ayaqlar və əl zərbələri uzaq məsafədə bu idmançı çox təhlükəlidir. Çünki əlləri, ayaqları çox uzundur. Sanki bir taekvondo kimi meydanda döyüşür. Əllərdən çox, daha çox ayaqlardan istifadə edir. Dönərək daban zərbələri, low kick zərbələri və s. müxtəlif ayaq zərbələri yerinə yetirir. Həmçinin tərs dirsək zərbələri, yerdə də dirsək zərbələri, hətta yerdə olduğu halda da dirsək zərbələri vurmağı xoşlayan bir idmançıdır. Yəni, ani bir boşluqda bu idmançı rəqibini nokaut edə bilir. Amma Tofiq çox, məncə, rahatlıqla bu idmançını məğlub edə biləcək. Onun da səbəbi nədir? Bir qədər sonra bu barədə danışacaq. Deməli, bu idmançı ilə döyüşdə əsasən gərək məsafəni yaxın tutasan, uzaq məsafədə əlləri, ayaqları uzun olduğu üçün və ayaqlarından inanın ki, əlindən nə qədər fəal insan istifadə edə bilərsə, ayağından da bir o qədər bax bu idmançı istifadə edə bilir. Ona görə də ayaq zərbələri çox təhlükəlidir. Güləş demək olar ki, qətiyyən bacarmır. Yəni, Fiziyevlə döyüşdə də açıq aydın gördük ki, güləş fənd, ikinci, üçüncü raundlar Fiziyevin göstərdiyi güləş fəndlərində dərhal Fiziyevə məğlub olurdu fəndlərdə və Fiziyev bir-iki güləş fəndindən istifadə etdikdən sonra bu artıq tədirginləşməyə başladı və tez yoruldu bu idmançı. Düşünürəm, artıq ikinci raundun sonunda artıq yorulurdu. Ümid edirəm ki, Tofiq ilə döyüşdə də bunu görmüş olaraq. Dəyərli dostlar, bu idmançının rəqəbi Lajavoladır, qəfəs deməkdir bu sözün mənası. Hər halda döyüşlərin adətən hücum üslubunda keçirir. Tofiq əgər yaxın döyüşdə bilirsiniz, çox yaxın məsafədə də Tofiqin çox güclü, hətta dirsək zərbələri var. Bir neçə yerdə döyüşdə hətta nokaut eləyib. Dirsək zərbələri, yaxından zərbələrdə Tofiq kifayət qədər aktivdir, fəaldır. Həmçinin güləş fəndlərində çox üstündür bu idmançıdan. Yəni, Tofiq bu idmançı ilə yaxın məsafədən döyüşməklə rahatlıqla məğlub edə bilər İqnasyonu. Amma yenə deyirəm, yerdə olarkən dirsək zərbələri, hətta belə deyək, idmançılar bir-birinə yaxın olduqda tərs dirsək zərbəsi də vurur bu idmançı. Yəni, bu momentləri gözləyə bilsə Tofiq Musayev rahatlıqla bu idmançını məğlub edə biləcək gücdədir. Tofiqin potensialını mən bilirəm. Onun nokaut etmə qabiliyyəti və yaxından döyüşlərdə bu idmançıdan çox üstündür Tofiq. Uğurlar diləyirəm, ümid edirəm ki, Tofiq Musayev bu döyüşdə qələbə qazanacaq və bizi qələbəsi ilə, UFC-də qələbəsi ilə sevindirəcək. Siz nə düşünürsünüz? Tofiq Musayev bu döyüşdə qələbə qazana bilərmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Bu arada bu döyüş öncəsi digər məlumatlarda, növbəti videolarda sizlərin nəzərinizə çatdıracaq. Ona görə də indidən kanala abunə olun, bildirişləri açıq tutun ki, növbəti videolarımızı izləyə biləsiniz. Hələlik.